Salam. Bugünkü dərsimiz 8-ci sinif biologiya 1-ci hissədən 3-cü bölmədə nə keçəcək, onun haqqında müəyyən qədər məlumat verməyə çalışaq. Burada verilibdir qan dövranı sistemi. Bildiyiniz kimi müxtəlif canlılarda qan dövranı sistemi onların quruluşu, həyat tərzinə uyğun olur. Onurğalılarda, o cümlədən insanda qapalı qan dövranı mövcuddur. Bu sistemdə ürək və damarlar bədənimizdə olan qanı dövr etdirmiş olur. Əksər onurğasızlarda, məsələn, həşəratlarda isə açıq qan dövranı sistemi mövcuddur. Bu sistemdə qan bədəndəki boşluqlara axır, onların arası ilə hərəkət edərək öz funksiyasını yerinə yetirir. İnsanda və digər onurğalılarda qan qırmızı rəngdədir. Bu, onun tərkibinə olan dəmir atomlarının hemoqlobin pigmenti ilə əlaqədardır. Lakin bundan yanaşı mavi, yaşıl, çəhrayı, sarımtıl, hətta rəngsiz qanı olan canlılar da mövcuddur. Məsələn, 8 ayaqlar bu təsvirdə gördüyünüz kimi qanı mavi rəngdir. Onun qanına mavi rəng verən hemoqlobin əvəzinə onun qanın tərkibində hemosiyanın olmasıdır. Hemosiyan dəmirlə yox, mis atomları ilə birlikdə fəaliyyət göstərir. Odur ki, qanları mavi rəngdə olur. Burada soruşulur, qanın nə kimi əhəmiyyəti var? Bildiyiniz kimi, qan orqanizmə qida maddələrinin daşınmasında, orqanları, hüceyrələri qidalı maddələrlə təmin etmədə, həmçinin onların həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş parçalanma məhsullarını ifrazat orqanları sisteminə aparmaqda. Bununla yanaşı, əksər canlılarda həmçinin oksigen qazının daşınmasında, karbon qazının kənarlaşmasında da iştirak etmiş olur. Qan dövranı sistemində oksigenin daşınması necə həyata keçirilir? Bildiyiniz kimi, orqanizmimizdə hemoqlobin mövcuddur. Qanın qırmızı hüceyrələrində, eritrositlərin tərkibində. Onlar oksigenlə davamsız birləşmə əmələ gətirərək oksihemoqlobin əmələ gətirir. Oksihemoqlobinlər isə davamsız olduğuna görə hüceyrələrə çatanda ayrılaraq hüceyrələrin tərkibinə keçir. Eynilə həmçinin karbon qazının da kənarlaşdırılmasında qan iştirak etmiş olur. Biz bu bölmədə nəyi öyrənəcəyik, onunla da tanış olaq. Görürük, burada yazılıbdır, qan dövranı sistemi açıq və qapalı olur. Qeyd elədi ki, boğumayaqlılar açıq qan dövranına, iki taylı mollyuskalar və yaxud da ki, qarnayaqlı mollyuskalar açıq qan dövranına malikdir. Onurğalılar isə balıqlardır, suda qurda yaşayanlar, sürünənlər, məməlilər, quşlar qapalı qan dövranına malikdir. Qapalı qan dövranında adətən qan ürək ilə damarlar arasında dövr edir, bədən boşluğuna açılmır. Burada sonra onurğalı heyvanlardan balıqlar bir qan dövranına, amfibilər, sürünənlər, quşlar, məməllər isə iki qan dövranına malikdir. Amfibilər inkişaflarının ilkin dövrlərində bir qan dövranına malik olur. Balıqlarda olduğu kimi çömçə quyruqlarda, sonradan isə onlarda iki qulaqcıq bir mədəcik əmələ gəlir və beləliklə iki qan dövranı formalaşmış olur. Postembrional dövrün yetkinlik mərhələsinə artıq onlar iki qan dövranı ilə başlamış olurlar. İki qan dövranına malik canlılarda ağciyər dövranı və böyük qan dövranı mövcuddur. Adətən ağciyərlərdə karbon qazından venoz qan azad olur, arterial qana çevrilir. Bu, ağciyər dövranı hesab olunur. Böyük qan dövranında isə bədənimizdə olan qan bütün orqanlara, toxumalara, hüceyrələrə çatdırılmış olur. İnsanın ürəyi iki qulaqcıq, iki mədəcikdən ibarət olaraq 4 kameralıdır. Sağ qulaqcıq, sağ mədəcik, sol qulaqcıq, sol mədəcik şəklində adlandırılır. Ürək qulaqcıq və mədəcik əzələlərinin ritmik olaraq yığılıb boşalması ilə fəaliyyət göstərir. Yəni, bizdən asılı olmayaraq, onlar öz iş prinsiplərini avtomatik olaraq yerinə yetirirlər. Qan təzyiqi ürəyin mədəciklərinin yığılması zamanı qanın arteriyaların divarlarına göstərdiyi təzyiqdir. İnsanın qan qrupu eritrositlərdə və qan plazmasındakı xüsusi cülallara əsasən müəyyən edilir. Bugünkü dərsimiz bu qədər, qalanları isə növbəti dərsimizdə öyrənəcəyik. Sağ olun.